Herkese salam, kanalıma və mini alış-veriş vloguma xoş gəlmisiniz. Keçən səfər Bazar Store'a getmişdik. Uşaqlara bol-bol yemək götürdüm. Çünki burada Bazar Store'dan başqa ümumiyyətlə heç bir mağazada pişiqit yeməkləri satılmır. Satılsa da çox balaca boylar olur. Onları da istəmirəm. Mən böyük almaq istəyirəm, çünki uzun müddət keçsin deyə. Belə də göyərtiləri canlı saxlamaq üçün aparat gördüm. İlk dəfədir görürdüm bunu da. Daha sonra kassada ödəniş eləyib çıxdıq buradan. Burada bir dənə ədyal götürdüm, yaşıl rəngində, burada görürsünüz. Bunu mama istəmişdi, bir rəngli, tünd rəngdə. Dözə bilmədim, evə qədər burada açıb göstərmək istədim. Unpacking elədim, həm də videoya çəkdim. Rəngi tünd yaşıl rəngdədir, rəngini çox bəyəndim. Həm də materialı çox yumşaqdır, bir də çox qalın adyaldır, çox bəyəndim. Markası da belədir. Daha sonra atam üçün paltar almağa gəldik. Burada atam özünə belə bir şey götürmək istədi. Bu həmişə o belə paltarları xoşlayır. Bunun adı bilmirəm nədir. Çox bəyənir. Mən də çox bəyəndim. Material da çox qəşəng idi. Bunu götürdüm. Mən də özüm üçün lip gloss götürdüm. Görüntüsünü çox bəyəndiyim üçün bunu. Kasada ödəniş elədik və buradan sonra danışmayacağım. İstəyirəm konsertə qulaq asasınız. Daha sonra burada düşüb poçta getdim. Çünki Trendyoldan, Tem'dan yeni bağlamalarım gəlmişdi. Onları götürdüm. Buradan çıxdıqdan sonra da bura yaxındır. İtimin yanına gəldim. Bu uşağı tanıyırsınız yəqin ki, artıq sağalıb demək olar ki. Məni də tanıyır. Hər görəndə bilir ki, yemək gətirmişəm. Tez yanıma qaçır. Partisələr şəklində videolarını birləşdirmək istəyirəm necə sağaltdığım, amma eləyə bilmirəm. Bəlkə eləyə bilsəm paylaşacağam onda. Daha sonra evə gəldim. Bu gördüyünüz aldığım adyaldır. Burada da Gülüş xanımı görürsünüz. 2 dənə mokasin corabı aldım belə bu şəkildə. 2 dənə də Rexona götürdüm. Bunların başlığı dəyişibdir. Bir də Pantene'in daha öncə başqa tərkiblisini istifadə elədiyim arqan özlü bu səfər yağını aldım. Saç yağını çox bəyənirəm. Bunu çox qəşəngdir. İçi də o qədər möhtəşəmdir. Bir də bu görüntüsünü çox bəyəndiyim lip glossu götürdüm. Səhərsi gündə gedib krem rəngini götürdüm. Fikirləşdim ki, hər biri ayrı-ayrı rəngdə olsalar da olar. Bunu çox bəyənmişdim, amma anamla bacım bunu bəyənmədilər. Həm də dedilər ki, ikisi də eyni rəngdə olsun. Ona görə də bunu qaytarıb yaşıl rəngindən götürdük yenə. Burada da kravatın üstünə birinci yaşılı, ikinci krem rəngində olan sanırım. Axırıncı da öz istifadə elədiyimdir. Sizcə hansı yaxşıdır? Hələlik bu qədər. Kanala dəstək olmağı, rəy yazıb bəyənməyi, abunə olmağı unutmayın.